bunlardan biridir. Əsasən kombinin altında kombi bağlantı seti deyirik də, onların, düzgün quraşdırılmayanda və yaxud filtri düzgün quraşdırılmayanda, məsələn gəlirsən indi bunun qayıdışında filtr olur da ki, açıb yəni təmizləyəsən kombinin içinə o çamuru, aparmasın da. Baxırsan görürsən ki, setka yoxdur içində. Müştəriyə sual versən, bunun içində setka var, nə oldu? Bilirsən niyə elə olur? O qədər çirkliyi olur ki, usta bezir onu təmizləməkdən. Usta deyəndə ki, yəni bezi belə başa tutalım ki, qoyubdur 10 gün bundan qabaq təmizləyib. Üstündən bir 20 gün, 1 ay keçir, təzədən o proses problem baş verir. Ondan sonra müştəri zəng verir ki, yenə bu belə oldu. Gəlsən baxsan ki, filtr tutulur. Yəni filtr tutulmağı da o deməkdir ki, radiatorların yuyulmasıcan gəlsin. Baxın, bu bir siqnaldır da, bir məlumat verir ki, yəni bu radiatorda var da, palçıq var, yenə gələcək, çamur yenə gələcəkdir. Yəni bu sistem yuyulmalıdır. Yəni bu filtr oradan çıxarıb kənara atmaq bir çıxış yolu deyil də. Bəli, elə deyil. İlkin üstəmə sənə bir sual vermək istəyirəm. Məsəl üçün müştəri evdə eləyə biləcəyi, kombiyə eləyə biləcəyi, ilkin edə biləcəyi nə proses? Yəni ilkin olaraq edə biləcəyi müdaxilə yenə sən vurğuladığın kimi kombinin, yəni problem yaşayırsa kombidə, kombinin suyunun təzyiqini yoxlamalıdır. Yəni birdən aşağı olmamalıdır. Ortalama biz 1,5 götürürük, 1,5 olmalı və qazın gəlib gəlmədiyinə diqqət etməlidir. Ola bilsin qazı gələ bilər və yaxud qazı güclü ola bilər. Yəni o zaman da alışma getməyə bilər. Adi kombinin altında bizdə nələr qoyulur? Qaz reduktoru qoyulur. Kombidən ayrı reduktor qoyulur ki, qazın təzyiqi yüksək olduqda oradan tənzimləsin. Məsələn, aktyorka vasitəsilə ora müdaxilə eləyə bilər və yaxud azalda və yaxud çoxalda bilər, yenidən kombini işə sala bilər, yoxlaya bilər. Bütün yəni edə biləcəyi müştərinin bunlar. Digər problemlər usta çağırılmalıdır. Nə üçün usta çağırılmalıdır? Yəni müştərinin açıb kombiyə, yəni adi bir problemdirsə, daha böyük problem yarada bilər. Və yaxud ustalar da vardır. Məsələn, zəng vururlar, sizə də mənim də başıma gəlib də, 3 usta gəlibdi, bu problem düzəlir. Kombidə yaranan problemi düzəltmək rahat, asan. Heç yəni bu yəni texnikada bir problemin vardısa, problemin həlli də var. Amma ustanın və yaxud müştərinin yaratdığı problemi kombiyə müdaxilə eləyərək yaratdığı problemi düzəltmək, yəni Çətinləşdirir. işi çox çətinləşdirir. Çünki elə şeylər var ki, orada eləməməlidir, eləyir. Dəyişiləsi detal olur. Yəni müdaxilə lazım olmayan şeylərə müdaxilə olunur. Müdaxilə, yəni məsələn problem dövriyyə nasosundadısa, fan sökülür, su ilə yuyulur, sarğısında fəsadlar əmələ gəlir və yaxud sulu-sulu salırlar, hava reləsində problem yaranır. Yəni bir çox nüanslar var. Məsələn, açıb bilmədən eşenjorun kombin suyunu boşaltmadan bütün hər tərəfə kombin, yəni su gətirir. Əsasən beynə Hə, plataya əsasən su dəydisə